Bizə danış görək necə ustad olmusan. Əziz eşidənlər, əziz tamaşaçılar. Dədə-baba havamız bir zarıncı kələmi ilə. Görək istəyir ustadlarına necə desin ki, mən ustad olmuşam. Tərəfindən deyək sizə can sağ olun. Şahmədivana könül qəm yemə qəm şahmədivana könül Həlbət bizim candan yananımız var Özü birdi adimin bir la şərik Aləmi xəlq edən Sübhanımız var o yanasan Yatmısan o yanasan Ellere xəbər eyləsən məndən o yanasayım Ustadlar baxdı bir-birinin üzünə bu dünən söz başarmırdı bunu hardan deyir Bir-birinə dedilər bunun bir yerdən kürəyində duran var Oğul necə dedin Qəm çəkmə, qəm yemə, divana könül Həlbət bizim candan yananımız var Özü birdir, adı minbir la şərik Aləmi xəlq edən sübhanımız var Ustad olarsan Sənə qurban olun Məkkəyi əmin Sənin xidmətində cəmhayı zəmin Çəkirsən insanın cəm olan qəmin O şiir yazdan tək imamımız var Ol sən aldın Sözlər özübündür İcazə versən deyəcəm götürüb nə deyəcəm Şahına uşaq təxşan olyadı Məhəmməd dediyər dərdə dəvadı Əgər mənə yesən ey beləməmalı Sahibə zamana kümanım vay Əsti fələk Ne yaman nəsti fələni Hər yerdə çadır qurdum Tənabın kəsti fələyi Qəmli olduz deyir bir şah əmr eləmişdi ki Bir pəhləvan əlindən cana gəlmişəm Onu kim tapsa ölüsün dirisin gəlsin anam eləcəyəm Bir nəfər keçirdi Baxdı gördü o pəhləvanın meydanda bədəni var, başı yoxdur. Başsız bədən atdı çiyninə, gəldi şahın xidmətinə. Dedi qıblı-i aləm sağ olsun, lələşim bunu qınqıtdı. Şah dedi onun başı hanı? Dedi qurban, başı olsaydı o məni qınqıdardı. İndi bunları anladı ki ustad olub. Ay oğul, sənə ustad lazım deyil. Atını min, ged İstanbula. Yox, elə deyil. Qabaqsan ananı görmək lazımdır. Mənim bir anam var. Ata-ana sağkən saymayan evlad, öləndə hörmətin başıva dəysin. Cənazəsi üstə qopassan fəryad həşrin qiyamətin başıva dəysin. Atadır, anadır varlığın tacı. Atalar vermədi düşmana bacı. Atanı saymayıb sən ged ol hacı, getdiğin o hacı başıva dəysin. Birinci ata-anadır. Gəldi ananın xidmətinə, ana, can bala. Anam, bana icazə versən, İstanbula gedirəm. Sən İstanbulda nə işin var? Ana, orada mənim bir sevgilim var. Bala, mən əhd eləmişdim, burada səni evləndirəm. Dedi, yox. Ana, qəm eləmə. Ustad olmuşam. Nə var, ustad oldun sən?
Burada anası gördü, icazə verməyəcək. Götürüb görək burada nə demək istəyir. Bir şən hava ilə oxuyacam hamımızın sağlığı. Başıva məndən mehriban ana, aşığam canana, bağışla məni. Qurbanam əşqində, otlanam yanam. O qəni sübhana, bağışla məni. O qəni sübhana, bağışla məni. Səhərin sübhünün dan ulduzudur, aşıqların söhbətidir, sazıdır. Məhparədir, xudkar paşa qızıdır, aşığam canana, bağışla məni. Məhəmmədəm, o da yandım dünyada. Çağırdım Mevlanı çatdığımda da. Sıdqımı bağlaram qəni sübhana. O əhdi peymanam, bağışla məni. Sözünü tamamladı, sağ olasınız. Sözünü tamam eləyib, əzizlərim, aşıqlar mənzil gözləməz. Günə bir mənzil tegi mənazil. Gəlib satıb İstanbul mülkünə. İstanbulda bir yerə baxdı, gördü iş, bir əyyühənnası işdə yoxdur. Pərverdigar aləm, bu cəmaat hara gedib? Sən demə hər cümə günü qız gəzməyə çıxır, elan verib küçədə bir nəfəri görməyib. Bu da qərib adamdır. Oturub bir daşın üstündə. Gördü uzaqdan bir kecavə gəlir. Çəkilin, çəkilin. Diqqətlə baxdı, gördü kecavədə bir gözəl əyləşib. Öz-özünə dedi, hətmən bunun işidir. Qabaqda 3-4 nəfər yetişdi, qardaş, burada nə axtarsan? Hamı gizlənib, evdə, eşikdə, sən burada nə axtarsan? Dedi, mən qəribə. Nəyə gəlibsən? Məhparə xanımdan ötür. Qız səsi eşitdi. Dəymə. Oğul, gəl yaxına. Məhparəni neyinsən? Xanım, gəlmişəm onunla bir balaca deyişməliyəm. Misal, məhparəm mən. Dedi, xanım, özün deysən ha. Dedi, hə, mən deyirəm. Burada götürüb görək istəyir. Qıza nələr desin. Tərəfindən biz deyək sizə can sağ olun. Gönül dolan ay yar başıma, gelen senin zamanındı, zamanındı, zamanındı. Şeyde bülbül fegan eyler, dadan Allah. Bu gül Mustafa'nın bir derdin olmay, derdin al. Gönül dolan yar başına, gelen senin cananındır. Şeyda bülbül fegan eyler, bu gül Mustafa'nındır. Dedi, vurun. Xanım, əl saxla, əl saxla. Sözü qutarım, xoşuna gəlməsə döydürərsən. Oxu dərsin tamam eylə.
Mərd olana səlam eylə, taamından əlam eylə, gəl ki kafər qonağındır. Nə qılış qalxan çəksən? Xanım bir balaca sustardı. Ol sən kimsən, adın nədir? Götürüb nə deyəcək? Tamam elədi. Dedi vurun. Bunu doyuncan vurdular, saldılar yere, özləri qoydu getdi.